Qaraçuxur qəsəbəsində çox gözəl bir ərazidə 2 mərtəbəli həyət evimiz, villamız satışa çıxdı, dəyərli izləyicilər. Bu villa Razinə, Neftçilər metro stansiyasına yaxındır, Neftçilərə hardasa 10-12 dəqiqəlik məsafəsi var, marşrut xəttinə də çox yaxındır, Razinə də 3-4 dəqiqəlik məsafədir Bakıxanov qızılız. Dostlar, bu ev haqqında sizə qısa bir məlumat vermək istəyirəm. 2 mərtəbəli, 6 otaq, 240 kvadrat paket qubca, 3.2 sotun üstündə inşa olunur. Ara kəsmələr monolit betondur, izləyicilərimiz soruşur, yazır. Evin keyfiyyəti haqqında onu deyə bilərəm ki, dostlar, ev keyfiyyətli tikilir. Yaşayış olmuyor, tam təmirli vəziyyətdədir, evin daxilini təqdim edəcəm. Ağaçlar əkilib gördüyünüz kimi yaşıllıq qaydasında qazı, işığı, suyu daimidir. Yəni elə bir evdir ki, dostlar, əşyalarınızı yığın, yaşayın. Su sayğacıdır, işığıdır, qazıdır, dediyim kimi. Hamısı qoşulub hazır vəziyyətdədir. Paket qubca, torpağın, evin, bütün sənədləri qaydasındadır. Ev ipotekiyada gəlmir. Yəni evin istəyirəm arxasını göstərin. Yəni evin qabağından əlavə olaraq arxası da var. Yəni arxasını da göstərək, zəhmət olmasın. İzləyicilərimiz baxsın. Yanları açıqdır, evin dörd bir tərəfinə fırlanmaq olur. Kanalizasiya sistemi mərkəzidir. Burada belə bir həyəti var arxada. Evin daxili ilə siz tanış edəcək. Daha yaxınlaş qardaş. Evə daxil olar ki, belə bir zal hissəsidir, geniş. Hardasa 30-35 kvadrat geniş ölçüləri var. Ətraflı bir göstər, izləyicilərimiz baxsın. Polu laminatda evin gündüzlüyü 3 metrədən artıqdır, tavanın gündüzlüyü. Zaldan sonra aşağıda zaldan əlavə deməli, yataq otağı, mətbəx. Burada belə deyil də dostlar, yaşlı adamlar üçün, yəni yuxarıya qalxa bilməyən, yaşlı adamlar üçün buraya bu otağı ev sahibi, yəni proyekti evi tikəndə bu otağı dediyim kimi yaşlı adamlar üçün nəzərdə tutub. Zaldan əlavə yataq otağı isə mətbəxdə göstərək qardaş. Mətbəx istifa olunan təmin olunur, pəncərəsi plastikdir, təmirdən sonra evdə yaşayış olunur. Birinci mərtəbənin sanuz evi, sanitar qovşağı. Burada belə deyirlər, aksesuarlar quraşdırılıb, alan adam aksesuarları quraşdırıb inşallah köçüb yaşaya bilər. Birinci mərtəbədə belə bir qardırobu var. Elektrik sistemi hamısı orada yığılıb. Və dostlar, indi isə ikinci mərtəbəni sizin üçün təqdim edəcəm. Burada geniş işıqlı otaqları var. İkinci mərtəbənin ən böyük otağı. Buradan da eyvana çıxışı var. Yerləşmə yeri dostlar çox rahat, yəni yola, məktəbə, infrastruktura çox yaxındır. Həyətini də sizin qabışdan yuxarıdan göstər. Ətraf hamısı həyət evi, villalardır, gördüyünüz kimi. Yəni Qaraçuxurun ən yaxşı yeri. Belə deyim, Qaraçuxur məscidinin arxası. İkinci mərtəbədə 1, 2, 3, 4. 4 ədəd yataq otağımız var. Göstər, qardaşım, bir hamısı. İkinci mərtəbədə yataq otaqlarının ölçüləri 20-18 kvadratdan belədir, qardaşım. Bura hardasa olar da bir 17-18 kvadrat, ən az yəni 16 kvadrat belə ölçüləri var. Otaqlar olduqca genişdir, pəncərələrin qabağı da açıq, gün vuran pəncərələri var. Plan ölçüləri gördüyünüz kimi dostlar. Olduqca genişdir, avoy seçimləri varlar, hamısı bir-birini tamamlayır. Yəni evin təmiri zövqlə təmin olunur, qapısıdır, avoyudur, laminatıdır, hamısı bir-birinə uyğundur. İkinci mərtəbəndə sanuz evi, sanitar qovşağı, aksesuarlar quraşdırılmayıb, dediyim kimi alan adam aksesuarları quraşdırıb, mebellərini, əşyalarını yığıb, yaşaya bilər. Qazlı, işıqlı, sulu, tam belə deyim də, bütün kommunalları quraşdırılmış bir evdir, hazır vəziyyətdir. Sadəcə əşyalarımızı yığın. Bu evi səhifəmizdə artıq ikinci dəfədir paylaşırıq. Bunun səbəbi nədir?
350 min manatdan evin qiyməti ev sahibi tərəfindən 320 min manata endirilir. Yəni qiymətdə 30 min manat endirim olur. Sənəddə dediyim kimi tam qaydasındadır. 320 min manat əmlak səhifələrində də qoyulur. 350, 360, yəni qiymətdə əməlli başlı endirim olunur. Yerləşmə yerində dediyim razı indeksçilər, yəni Qaraçuğun elə bir yeridir ki, şəhərə də yaxındır, rahatçılığına marşrut xətti, infrastruktura yaxın bir yerdə, hündür bir ərazidə, Qaraçuğ Universitetinin arxasında yerləşir. Yəni ki, dostlar, qiymətdə 30 min manat endirim olunur. Kim bu evlə bağlı nə sual olsa, bu evlə maraqlansa, nömrəmiz səhifədə var. Buyurub əlaqə saxlasın. Allah xeyir versin. Açarlar da ofisimizdədir. İstənilən vaxtda evə baxmaq mümkündür. Dostlar, xeyirli olsun. Nömrəmiz səhifədə var. Əlaqə saxlayın. Videolarımızı bəyənməyi də unutmayın. Kanalımıza da abunə olun. Çox sağ olun. Təşəkkür ederim. Sağ olun.